Bəzi firqələr var, bizi ittiham edirlər ki, siz Hüseyni sevmirsiniz, Hüseyn üçün ağlamırsınız. Hüseyn üçün ağlamaq sünnədir. Peyğəmbər sallallahu aleyhi ve sellem Hüseyni götürdü, ağladı. Yaxşı, Hüseyni götürdü, ağladı, ağladı. Məsələn, İbrahim üçün də ağlayıb. Onda İbrahim üçün də ağlayın da. İbrahim üçün də ağlayın. Onlar hansı birisi, necə o xavaricdən gətirdiyi var ya, 11 sentyabr saat. Döyüş meydanına gətirib bağçalara aid edirlər, məktəblərə. O da həmən şeydir. Düzgün müqayisə yoxdur. Yəni, bidət əhlinin, qardaşlar, bilin ki, bu dəqiqdir, açıq. Bidət əhlinin Quran sünnədə açıq, heç nə onlar üçün şey yoxdur. Onlar neyinlə? Müqayisə. Müqayisə də düzgün eləmirlər, nəticə çıxarmırlar. Müqayisələr batildir. Aydındır. O demək deyil, mən məsələn, kimisisə ağlamıram, onu deməli sevmirəm. Hələ qayda var. Kim deyir hələ qayda? Şəriətdə arada yazılıb hələ qayda ki, kimi sevirsənsə ağlamalısan. Bunlar hamısı ölümcə yuvası necə zəifdir, hələ uydurma dəlillərdir. Və salam.